Salam, xoş gördük sizlərə. Bugünkü dərsimiz yerin forması və ölçüləri və coğrafi koordinatlara aid məsələ həlləri olacaq. Deməli, ilk növbədə baxaq yerin forması haqqında nə deyə bilərik. Yerin forması haqqında ilk təsəvvürlər qədim xalqlara aiddir, Babillərə, Şumerlərə. Babillər yeri qatlardan təşkil edirdilər. Deyirlər ki, biz mərkəzdəyik, bizdən yuxarıda və aşağıda ayrı-ayrı dünyalar var. Şumerlər yeri dörd cəhətdən təşkil edirdi. Deyirdi ki, dünyada dörd cəhət var, hər cəhətdə bir dünya var. Bu şəkildə yer haqqında ilk qədim fikirlər bu xalqlara məxsusdur, Babillərə və Şumerlərə. Bundan sonra Homer yeri hamar təsvir edirdi. Herodot yeri oval təsvir edirdi. Yeri kürə formasında təsvir edilsə ilk dəfə Pifaqor olmuşdu. Pifaqor fikri olaraq yeri söyləmişdi ki, yer kürə formasındadır. Səbəb kürə fiqurların ən möhtəşəmi idi, ən təhrifsiz idi. Buna görə də yer kürə formasında idi demişdi. Aristotel ilk dəfə yerin kürə formasında olmasını elmi cəhətdən əsaslandırmışdı. O bunu ay tutulması zamanı yerin kölgəsinin ayın üzərində düşməsi nəticəsində müəyyən eləmişdi. Bundan başqa yerin kürə formasında olmasını əyani cəhətdən, yəni praktiki olaraq sübut edilsə Fernand Magellan olmuşdu. Magellan. Eratosferin Ptolemey də yerin kürə formasında olması haqqında fikirlər irəli sürüb və xəritələr tərtib eləmişdi. Yerin, yəni ilk səth olaraq təsvir edəndə hamar şəklində müstəvi üzərində təsvir edirdilər. Ondan sonra keçidilər kürə formasında təsvir edildilər. Və deməli İsaac Newtonun dövründə isə İsaac Newton yeri kütlərdən basıq olduğuna görə, yəni kütlərdən bu hissədən basıq olduğuna görə ellipsoid forması adlandırıldı. Lakin yer heç bir həndəsi fiqura bənzəmədiyinə görə onun səthini geoid də adlandırırlar. Geoid dəniz və okean səviyyəsinə uyğun gələn səthdir. Burada yerin relyefi nəzərə alınmır. Yəni okeanın, dənizin sabit vəziyyəti nəzərə alınıb. Materiklər, relyeflər, yəni bu çıxıntılar nəzərə alınmır yer səthində. Göyü dəniz səviyyəsinə uyğun gələn səthi və yerin relyefi nəzərə alınmır deyirik. Müasir dövrdə kosmosdan baxılan şəkillər göstərir ki, yer qütblərdən daha qabarıq olduğuna görə onu bəzən kardioid də adlandırırlar. Kardioid ürəyə bənzər deməkdir. Bunlar yerin forması haqqında ilk fikirlər idi. Bəs yerin ölçüləri nədir? Onunla da tanış olaq. Yerin ümumi sahəsi 510 milyon kvadrat kilometrdir. Bunun 361 milyon kvadrat kilometri su sahəsidir. 149 milyon kvadrat kilometr isə quru sahəsidir. Ümumi sahə toplayırıq, bizə verir 510 milyon kvadrat kilometr. Bu yerin ümumi sahəsidir. Sonra yerin radiusu. Baxaq, ekvatorial radius deyəndə mərkəzdən bu hissəyə qədər olan məsafə nəzərdə tutulur. 6378 kilometr. Qütb radiusu deyəndə ekvatordan qütbə qədər olan məsafə nəzərdə tutulur. 6357 kilometr. Ekvator radiusundan qütb radiusunu çıxanda bizə verər 21 kilometri. Yəni yerin qütblərdən basıqlığı. Yer qütblərdən 21 kilometr məsafədə basıqdır deməkdir. Daha sonra yerin diametri desələr, yerin diametri bu şəkildə olacaq. Bir saniyə. Çevrənin tam ortasından keçən bu paraleldir, ekvatorial. Bu yerin diametridir. Yerin diametri radiusun 2 misinə bərabərdir. Yəni 6378-i 2-yə vuraraq eləyər 12756 kilometr. Bu bizim ekvatorial, daha doğrusu yerin diametridir. Bəs ekvator çevrəsinin uzunluğu ilə Qrinviç çevrəsinin uzunluğu nə qədərdir? Ekvator yerin tənbölənidir. Yerin tənböləni yerin mərkəzindən keçir, onu iki hissəyə ayırır. Şimal yarımkürəsi və cənub yarımkürəsi olmaqla. Və ən böyük tənböləndir, paraleldir bu. Bunun uzunluğu 40.076 kilometrdir. 40.076 kilometr. Bir də Greenwich meridianı var. Greenwich meridianı da bizim başlanğıc meridianımızdır. Uzunluğu 0 dərəcə uzunluqdur. Ekvatorda isə 0 dərəcə enlikdir. Paralelin qiyməti. Greenwich meridian çevrəsinin uzunluğu isə 40.009 kilometrdir. 40.009. Bu tam çevrədir. Bunun əks hissəsi də nəzərdə tutulur. Əgər sadəcə olaraq bir dənə meridian desək ki, tam 50 dərəcə şərq uzunluğu. Bu meridianın artıq uzunluğu olacaq 20.000 kilometr. Yəni onun yarısı. 50 dərəcə şərq uzunluğunun əksi 130 dərəcə qərb uzunluğudur. Onlar birlikdə bizə 40.009 kilometr verir. Yəni ayrı-ayrılıqda hesablasaq bir dənə tək meridian desə, onun uzunluğu 20.000 kilometr eləyəcək. Bu yerin ölçüləri ilə bağlı məlumatlardır. Yerin kiçildilmiş modelinə qlobus deyilir. Kiçildilmiş modelidir. Qlobusda yeri bütün şəkildə görmək olmur. Yəni mən qlobusa bu tərəfdən baxıramsa, yalnız qlobusun bu üzünü görəcəm. Bunun arxa səthini görə bilmirəm. Amma qlobusda yerin əyriliyi nəzərə alınır. Yəni təhrifsiz təsvirdir bir növ. Yerə sığ bildiyimiz kiçildilmiş modeldir.
Tədrisdə istifadə olunan qlobuslar miqyasına görə üç yerinə ayrılır. Tədrisdə istifadə olunmasına görə. Kiçik miqyaslı qlobuslar 1/83 milyon, orta miqyaslı qlobuslar 1/50 milyon, böyük miqyaslı qlobuslar isə 1/30 milyon miqyasında tərtib olunur. Daha sonra kiçik coğrafi uzunluq və coğrafi eni anlayışlarına, meridian və paralel anlayışlarına. Bunlar nədir? Meridianlar. Meridianlar qürt nöqtələrini birləşdirən xətlərdir. Meridianların uzunluğu hər yerdə bir-birinə bərabərdir. Yəni bütün meridianların uzunluğu 20 min kilometrdir. Meridian çevrəsi desəydi 40 min kilometr, 40 min 900 kilometr olacaqdı. Meridianların uzunluğu hər yerdə bərabərdir. Meridianlar qütb nöqtələrini birləşdirir. Başlanğıc meridianımız adlanır 0 dərəcə uzunluq. Meridianlar da ki coğrafi koordinatlara çevirəndə uzunluq kimi adlandırılır. Ə, deməli, meridianları bölür hissələrə, əsas hissəyə 0 dərəcə uzunluq. Bir də 180 dərəcə uzunluq gəlir burada. Sıfırdan 180 dərəcəyə qədər olan uzunluğumuz adlanır şərq yarımkürəsi. 180-dan 0 dərəcə uzunluğa qədər olan hissə isə adlanır qərb yarımkürəsi. Tutalım 0 ilə 180-in arasında 50 verdi. Deməli 50 dərəcə şərq uzunluğudur. 100 dərəcə verdi, 100 dərəcə şərq uzunluğudur. Əgər gəlib desə 0-dan əvvəldirsə 50 dərəcə qərb uzunluğu, gəlib 0-dan solda yerləşdirəcək 50 dərəcə qərb uzunluğu. 0-dan 180 arasında. Çünki qərb uzunluğu 180-dan 0-a qədərdir, şərq uzunluğu 0-dan 180-ə qədərdir. 0 başlanğıc meridiandır. O London şəhərindən keçdiyinə görə onu Greenwich rəsədxanasından keçir, ona görə Greenwich xətti də adlandıra bilirik. Deməli, coğrafi uzunluq neçə yerə bölündü? Şərqi uzunluğu və qərb uzunluğu. Sıfırdan şərqə gedən şərqi uzunluğu 180 kimi. Sıfırdan qərbə doğru gedənsə qərb uzunluğu adlandı. Başlanğıc mediamızda Greenwich rəsədxanası hesab olundu. Baxın, Greenwich burada fərqləndirilib qırmızı xətlə. Medianlar da qütbləri birləşdirən xətlərdir. Bəs paralellər nədir? Paralellər ekvatora paralel çəkilmiş xətlərdir. Bu ekvator xəttidir, bu da ona paralel çəkilmiş yarım çevrələr, yarım çevrə deməyək, çevrələrdir. Paralellərin uzunluğu, meridianlarda dedik ki, uzunluq hər yerdə bərabərdir. Eyni məsafədir. Düşünün, şimal qütbündən cənub qütbünə doğru uzanırlar. Amma paralellərin uzunluğu fərqlənir. Paralellər ekvatordan qütblərə doğru getdikcə uzunluqları qısalır. Baxın, burada məsələn uzunluq bu qədərdirsə, burada ekvatorda uzunluq bu qədərdir. Bunun da səbəbi yerin kürə formasında olması və qütblərdən basıq olması ilə əlaqədardır. Ekvatordan qütblərə doğru getdikcə paralellərin uzunluğu azalır. Və burada 1 dərəcəlik paralel qövsün uzunluqlarını əzbər bilməliyik. 0 dərəcə enlik, yəni ekvator xəttində 1 dərəcəlik qövsün uzunluğu 111,3-dür. Əsas bizə lazım olanlardan biri 40 dərəcəlik paraleldə, yəni Azərbaycanın yerləşdiyi enlikdə 85,4 uzunluqdur. 90 dərəcədə 0-dır. Görürsüz, ekvatordan qütbə doğru uzunluqlar azalır. Bu amma 1 dərəcəlik qövsün uzunluğudur. Əgər tamamilə çevrənin uzunluğunu tapmaq istəsəniz, məsələn 40 dərəcəlik paraleldə paralel çevrəsinin uzunluğu. Paralel çevrəsi nədir? Çevrə əks tərəfi də olmalıdır da. Çevrədəki 360 dərəcəyə bərabərdir. Əgər 360 dərəcəyə bərabərdirsə, biz də 1 dərəcəsi bilirik ki, 85,4-dür. Onda 85,4-ü 360-a vursa, paralel çevrəsinin tamamilə uzunluğunu alarıq. Bu şəkildə çevrələrin uzunluğunu hesablaya bilərik. Ekvatordan qütblərə doğru uzunluq qısalır. Bu cədvəl əzbər bilinməlidir məsələ həllərinə görə. Daha sonra yer səthində koordinatları 0 dərəcə uzunluq və 0 dərəcə enlik olan yeganə məntəqə Qivniyə körfəzinə düşür. Afrikanın aşağı hissəsində yerləşir Qivniyə körfəzi. Aşağı hissəsində demək mərkəzinə yaxında bu hissədə yerləşir. Koordinatı 0 uzunluq, 0 enlikdir. Bir də paralellər ekvator yerin təmbülərini deyirik. Ekvator yeri iki yarımkürəyə bölünür. Ekvatordan yuxarıda qalan yarımkürə şimal, ekvatordan cənubda qalan yarımkürə cənub yarımkürəsi adlanır. Paralellərin qiyməti 0-90 dərəcə arasında dəyişir. Yəni 0 dərəcə enlikdən 90 dərəcə şimal enliyinə qədər olan hissə adlanır şimal enlikləri. Məsələn, burada 40 dərəcə şimal enliyi, 50 dərəcə şimal enliyi, 60 dərəcə şimal. 0-dan 90 dərəcə cənub enliyinə qədər olan hissə isə adlanır cənub enliyi. Yəni 40 dərəcə cənub enliyi, 50 dərəcə cənub enliyi. Bu şəkildə qeyd edirik. Burada da ki, uzunluq, coğrafi uzunluqlarda 0-180 dərəcə arasında dəyişir. 0-180 dedik şərq uzunluğudur, 180-dan 0-a isə qərb uzunluğu hesab olunur. Daha sonra ekvatorun paytaxtı, ekvator Cənubi Amerikada yerləşən bir ölkədir. Paytaxtı Kyoto şəhəri yaxınında ekvator xəttinin oradan keçməsindən bağlı belə bir simvol qurulub ora. Daha sonra müəyyən paralellərin qiymətlərinə baxaq. Bunları bilməyimiz vacibdir. Şimal qütb dairəsi 66,5 dərəcə şimal enliyi. Bunlar da enliklər üzərində belə yazılır. Bir saniyə. Deməli, 66,5 şm enlik. Şimal tropik xətti 23,5 şimal enliyindən keçir. Cənub tropiki 23,5 şimal enliyin, cənub enliyindən keçir, daha doğrusu cənubcu en.
Cənub qütbü dairəsi 66,5 dərəcə cənub enliyi ilə keçir və coğrafi qütblər, cənub coğrafi qütbü 90 dərəcə cənub enliyi, şimal coğrafi qütbü 90 dərəcə şimal enliyi. Ekvator xətti də 0 dərəcədən keçir, yerin tənbələnidir, onu iki yarımkürəyə ayırır. Bu xəttlərin bəziləri necə adlanır? Şimal tropik xəttin bəzən xərçəng tropiki də adlandırırlar. Xərçəng. Cənub tropik xəttini isə bəzən oğlaq tropiki də adlandırırlar. Bunları da bilməyimiz vacibdir ki, məsələlərində bizə lazım ola biləcək məlumatlardır. Baxırıq. Deməli, Günəş həmişə bu 23,5-lərin arasında zenitdə olur. Bu hissə ilə, yəni qütb dairəsinin tropik xəttinin cəmi bizə həmişə 90 dərəcəni verməlidir. 66,5-ün üzərinə 23,5 gələrik 90 dərəcəni verir. Əgər sizə desə ki, tutalım, şimal məsələnin şərtində dəyişiklik eləsə, bu konkret olan variantdır. Amma məsələnin şərtində dəyişiklik eləsə, desə ki, şimal qütb dairəsi 60 dərəcə şimal enliyindən keçir. 60 dərəcə şimal enliyindən. Onda deyir tropik günəş hansı enliklər arasında zenitdədir? Günəş dedi ki, tropik xəttlər arasında zenitdədir və tropik xəttinin qütb dairəsinin cəmi bizə 90 dərəcəni verməlidir. Əgər qütb dairəsi 60-dan keçirsə, onda tropik xəttimiz 30 dərəcə enlikdən keçəcək ki, cəmi 90 eləsin. Deməli, Günəş 30 dərəcə enliklərin arasında zenitdə olar bu şəkildə. Daha sonra əks meridianın tapılması. Bir meridian, yəni digər meridiandan 180 dərəcə fərqə malikdir əks meridianı tapanda. Baxın, tutalım. Deyir ki, 30 dərəcə şərq uzunluğunun əks meridianı tapın. 180-dan çıxarıq 30-u verər 150 dərəcə qərb uzunluğu. 30 dərəcə şərq uzunluğuna, 150 dərəcə qərb uzunluğuna qədər gedən yol 180 dərəcəni verəcək bizə. Bir-birinə əks meridianı tapanda 180-dan çıxırıq hər zaman. 180 arada fərq yaratmalıyıq çünki. 30 dərəcə şərq uzunluğunun əksi 150 dərəcə qərb uzunluğudur. Və yarımkürə də dəyişir. Əgər burada şərq idisə, əksi olacaq qərb uzunluğu. Və yaxud da deyək ki, 120 dərəcə qərb uzunluğunun əksini tapın. 180-dan çıxacaq 120-ni, bizə verəcək 60 dərəcə. Əgər burada qərb uzunluğu idisə şərtdə olacaq şərq uzunluğu. Baxaq, 120 dərəcə qərb uzunluğunun əksi gəlir bura 60 dərəcə şərq uzunluğuna düşür. Bu şəkildə. 90 dərəcə şərq uzunluğu veribsə 180-dan 90-a çıxarıq eləyər 90 dərəcə. Şərq idi burada oldu qərb uzunluğu. Yəni əks medianı tapanda mütləq 180-dan çıxmalıyıq. 180 fərq yaratmalıyıq arada. Bir də onu deyim ki, bir də görürsüz deyir ki, yerin xəyali oxun, yer müstəvisindən keçirilən bir ox var. Tutalım 40 dərəcəlik paraleldə, burada 40 dərəcə şimal enliyi, bir dənə də 50 dərəcə şərq uzunluğu çəkirəm. Bakının koordinatları. Bu rəqəmləri əzbər bilməyi. 40 şimal enliyi, 50 şərq uzunluğu Bakının koordinatlarıdır. Buradan deyir ki, yerin mərkəzindən bir dənə ox keçirildi. Bu şəkildə. Deyir ki, o ox yer səthinə harada çıxar? Bu şəkildə suallarda bura şimal enliyidirsə, enliklərdə əksinə gedəcək. Eyni paralel, amma yarımkürə ayrı. 40 dərəcə cənub enliyindən çıxar, aşağı hissədən. Uzunluq isə bunun əksinə olacaq. 50 dərəcə şərq uzunluğu isə burada artıq paraleldə çıxanda 130 dərəcə qərb uzunluğundan çıxacaq. Bu tipli yerin mərkəzindən ox keçirilməyə söhbət olanda şərq uzunluğunu, yəni meridianımızın əks meridianını yazırıq. Əks meridian tapılmasını izah elədim ki, 180-dan çıxmalıyıq. Enliyimiz isə paralel olduğu kimi qalır, enliyi bir dənə dəyişirik. 40 dərəcə şimal enliyidə oldu 40 dərəcə cənub enliyi. Növbəti məsələlərdə baxacağıq. Gəlin bir neçə bu tipli məsələlərə baxaq. Deyir ki, şimal qütb dairəsi ilə cənub qütb dairəsi arasındakı məsafəni tapın. Şimal qütbdə, hə, bir də orada onu demədim ki, paralellərin qiyməti bu şəkildədir. Bir dərəcəlik paralel göstərinin qiyməti. Meridian göstərinin qiyməti isə bir dərəcəlik meridian göstərinin uzunluğu 111 kilometrə bərabərdir. 111. Əslində 111 onda 1-dir. Biz məsələləri ilə də 111-nə edirik, yuvarlaşdırırıq. Və bu hər yerdə də bərabərdir bütün meridianlarda. Meridianların qiymətinin uzunluqları hər yerdə bərabər olduğuna görə dəyişiklik olmur. Amma paralellərdə dəyişiklik olur. Aha, indi gəldik məsələmizə. Deyir şimal qütb dairəsi ilə cənub qütb dairəsi arasındakı məsafəni yazırıq. Şimal qütb dairəmiz keçir 66,5 şimal enliyindən. Cənub qütb dairəmiz də keçir 66,5 cənub enliyindən. Bu da bizim qlobusumuzdur. Bunlar arasındakı məsafəni istəyir tapın. Müxtəlif yarımkürə olduğuna görə, çünki burada bir dənə ekvator xətti var 0 dərəcə. Buradan bura 66,5 edib, buradan da bura 66,5 edib. Bunu belə yadınızda saxlayın. Əgər enliklər müxtəlif yarımkürədədirsə, onda toplayırıq. Əgər eyni yarımkürədəsə çıxırıq. Bizdə biri şimaldadır, biri cənubda. Ona görə toplayırıq. 66,5-in üzərinə gələrik 66,5 eləyər. Bir saniyə. 66,5-in üzərinə 66,5 gələndə eləyər 133 dərəcə. Biz də
Bu da meridian üzrə məsafədir. Bu nə idi? Düz xəttlər demişdik ki, belə gələn düz xəttlər meridiandır. Bizdə də meridian üzərindən məsafəni istədiyinə görə 1 dərəcəlik meridian qösünün uzunluğuna vurarıq. Əgər 133 dərəcədirsə, aldıqsa fərq. 1 dərəcəlik qösümüzün uzunluğu da 111 kilometr idi meridianda. 133-ü vurarıq 111-ə, oradan da alarıq 14.763 kilometr aralarında fərq var. Bir də deyirəm, fərqli yarımkürələr olanda toplayırıq, eyni yarımkürə olanda çıxırıq. Meridian üzrə 1 dərəcəyə göstərin uzunluğu 111 dərəcə yuvarlaq götürürük. Amma paralel üzrə qiymətlər dəyişir, stabil deyil. Daha sonra keçək növbəti məsələ tipinə. Deyir ki, fiziki xəritədə 39 və 41 dərəcə şimal enlikləri arasındakı məsafə 44,4 sm-dir. Gəlin birinci 39 həqiqi məsafəni tapaq. Paralel çəkək 39 dərəcə və 41 dərəcə şimal enlikləri. Bura 39 dərəcə şimal enliyidir. Burada 41 dərəcə şimal enliyidir. Biz də bilirik ki, eyni yarımkürə olanda paralelləri çıxırıq. Amma müxtəlif yarımkürələr olanda toplayırdıq. Bizdə eyni yarımkürədir. 41-dən çıxarıq 39-u, eləyər 2 dərəcə. Daha sonra bura ilə bura arasında 2 dərəcə fərq var deməkdir. Meridian üzrə məsafəni tapanda, meridian üzrə tapırıq axı. Bir-birlərinə olan məsafə, şaquli məsafə meridian üzrədir. 2 dərəcəni vurarıq 111-ə. 1 dərəcəyə göstərin uzunluğunu. Eləyər 222 kilometr aralarında fərq var. Biz də kilometr demişik ki, həqiqi məsafənin vahididir. Həqiqi məsafəmiz 220 22 kilometrdir. Daha sonra deyir ki, 44,4 santimetr olur. Santimetrdə xəritədəki məsafənin vahididir. Yazırıq xəritədəki məsafə 44,4 santimetrdir. Miqyası istəyir. Miqyası tapanda nə edirdik? Düsturumuz həqiqi məsafə bölünsün xəritədəki məsafədir. Həqiqi məsafəni, yəni 222 kilometri 44,4 santimetrə bölərik. Buradan da alınar, deməli 222 kilometr böl 44,4 santimetr. Buradan da alınar miqyasımız 5 kilometr. Nəyə görə kilometr? Çünki həqiqi məsafəmizin vahidi kilometrdir. Miqyasla həqiqi məsafənin vahidi bir-birinə bağlıdır. İndi cavablara baxırıq. Cavablarda xətti miqyasına verilib. Xətti miqyasına burada miqyasın başlanğıcı 100 verib. Bizdə 5 olmalı idi. Burada 50 verib. Burada da səhvdir. Burada 30 verib. Burada da səhvdir. Baxırıq deyinəyə Y qaldı. İkisində də 5-dir. Amma vahidlərə baxırıq aşağıya. D variantında 5 metr yazılıb, Y variantında 5 kilometr. Bizdə vahidimiz kilometr olduğuna görə xətti miqyasımız olacaq Y variantının qrafikinə uyğun gələcək. 5 kilometr. Növbəti məsələyə keçək. Deməli, deyir 90 dərəcə şərq uzunluğundan qərbə doğru ekvator boyu 90 dərəcə şərq uzunluğunu qeyd edirik. 90 dərəcə şərq uzunluğu nədir? Meridian, şərq uzunluğu, qərb uzunluğu meridiandır. Qeyd elədik. Daha sonra qərbə doğru ekvator boyu üzrə hərəkət edirik. Bir dənə də ekvator xətti qeyd edirik. Koordinatlarımızı yazdıq. 0 dərəcə enliyi, 90 dərəcə şərq uzunluğu. 90 dərəcə şərq uzunluğundan, yəni buradakı məntəqədən qərbə doğru. Qərb hansı istiqamətdir? Bu istiqamətdir. Ekvator boyu 3330 kilometr hərəkət edirik. Burada ümumi 3330 kilometr. Amma biz dərəcə bilməliyik ki, uzunluğumuzu tapaq. Ekvator xəttində də 1 dərəcəyə göstərin uzunluğunu yenə də yuvarlaşdırıb 111 ilə hesablayırıq. Əslində 111 onda 3-dür, amma 111 ilə. Meridianla paraleldə 1 dərəcəyə göstərin uzunluğu ekvatorda, yəni. Ekvatorda 1 dərəcəyə göstərin uzunluğu 111. Eyniliklə meridianlarda da 1 dərəcə göstərin uzunluğu məsələ həll edəndə 111 ilə eləyirik. 3330 kilometri bölərək 1 dərəcəyə göstərin uzunluğuna 111-ə ki, görək nə qədər yol gedib. Buradan alarıq ki, 30 dərəcə yol gedib. Qərbə doğru 30 dərəcə getsə, 90 dərəcə şərq uzunluğundan geriyə, yəni 30 dərəcə hərəkət edəndə 90-dan 30-u çıxarıq, eləyər 60 dərəcə şərq uzunluğu. Gələr 60 dərəcə şərq uzunluğuna çatar. Deyir ki, tədqiqatçı hansı meridianın üzərində dayanar? 60 dərəcə şərq uzunluğunun üzərində dayanar. Cavab A variantı. Koordinatları 0 dərəcə enlik, nöqtə vergül 60 dərəcə şərq uzunluğu. Bu şəkildə yazıla bilər variantlarda. Başqa cür yazılsa. Daha sonra keçin növbəti slayda. Deyir, İrkutsk şəhərindən şimal coğrafi qütbünə qədər olan ən qısa məsafə neçə kilometr olar? İrkutsk şəhərin koordinatını verib 53 dərəcə şimal enliyi qeyd elədik. Daha sonra deyir ki, şimal coğrafi qütbü də 90 dərəcə enlikdən keçir. 90 dərəcə şimal enliyindən. Və bunlar arasındakı məsafəni istəyir. Məsafə nədir? Meridian qövsü üzərinə. Hər ikisi eyni yarımkürədir. Bu da şimaldır. Digəri də şimaldır. Deməli, ikisi də eyni yarımkürədirsə çıxacaq. 90-dan çıxarıq 53-ü bizə verər 37 dərəcə.
Daha sonra meridian qövsü üzrə 1 dərəcəlik qövsün uzunluğu bilirik ki, 111-ə bərabərdir. Onda 37 dərəcəni vurarıq 111-ə. Görək neçə kilometr eləyər. 37 vurulsun 111. Buradan da alarıq ki, 4107 kilometr aralarında məsafə var. Cavab C variantı. Növbəti keçdik. Deyir ki, miqyası 1/50 milyon olan qlobusda 40 dərəcəlik paralellə ekvator arasındakı 40 dərəcəlik paralellə ekvator arasındakı meridian qövsünün uzunluğu neçə santimetr olar? 40 dərəcəlik paralel çəkirik. Fərqi yoxdur. Cənub yarımkürəsi olsun, şimal yarımkürəsi olsun. İkisindən də eyni məsafə eləyəcək onsuz da ekvatora qədər. Yəni buradan da ekvatora, şimaldan da ekvatora gələndə 40 dərəcə eləyir, cənubdan da ekvatora gələndə 40 dərəcə eləyir. Ona görə fərqi yoxdur. Hansını hesablayırsınız, hesablayın. 40 dərəcəlik paralellə ekvator arasındakı meridian qövsünün uzunluğu. Yəni 40 dərəcədən 0 dərəcəyə bir dənə uzunluq çəkirik, meridian uzunluğu. Bax bu uzunluğu istəyir ki, neçədir? Aralarında neçə dərəcə fərq var? 40 dərəcə. 1 dərəcəlik qövsün uzunluğu da meridian qövsünün uzunluğu 111-dir. 40-ı 111-ə vurarıq. Alarıq ki, 4440 kilometr aralarında məsafə var. Bu nədir? Kilometr. Həqiqi məsafənin vahidi demişik. Həqiqi məsafə 4440 kilometr. Miqyası da çevirək kilometrə. Miqyası da kilometrə çevirəndə 5 sıfır silərik, qalar 500 kilometr. 500 kilometr. 5 sıfır sildiyimizə görə kilometr yazdıq. Və bizdən xəritədəki məsafəni istəyir. Santimetr deyilsə xəritədəki məsafədir. Xəritədəki məsafənin də düsturu həqiqi məsafə bölünsün miqyas. Həqiqi məsafə bölünsün miqyas. Buradan da həqiqi məsafə, yəni 4440-ı 500-ə bölsək, 500-ə bölsək, alarıq, deməli, 70,88 eləyəcək. 4440 böl 500. Və yox, 8,88 kilometr, santimetr. Xəritədəki məsafənin vahidi santimetr olduğuna görə. Cavab elədi D variantı. Növbəti, bu tipli məsələlərdə mütləq dərəcə torunu qurmalıyıq. Coğrafi enliyi, uzunluğu qeyd eləməliyik. Bu məsələyə baxaq 52 nömrəli. Deyir, əgər yerin xəyali oxu orbis müstəvisinə 60 dərəcə meyilli olsaydı, yerin xəyali oxu deyəndə bu qütb dairəsini nəzərdə tutur. Qütb dairəsi deyir ki, 60 dərəcə meyilli olsun. Bu halda şimal tropik xətti ilə cənub qütb dairəsi arasında. Bura tutalım 60 dərəcə şimal enliyidir. Onda tropik xəttimiz hardan keçəcək? Demiş ki, tropiklə qütb dairəsinin cəmi 90 verməlidir. Deməli 30 dərəcə şimal enliyindən. Sonra mərkəzdən ekvator xətti gəlir. Yenə cənub yarımkürəsində cənub tropiki 30 dərəcə cənub enliyi və cənub qütb dairəsində qiyməti 60 dərəcə cənub enliyi eləyəcək. İndi bizdən nə istəyir məsələdə? Bunları qurduq, rəqəmlərimizi verdik. İndi eybəcər bir küre alındı. Burada yuxarıda da nöqtəmiz 90 dərəcədir. İndi nə ilə nəyin arasındakı? Şimal tropik xətti. Şimal tropik xətti 30 dərəcə şimal enliyi ilə keçir və cənub qütb dairəsi də 60 dərəcə cənub enliyi ilə keçir. Aralarında görək nə qədər məsafə var. Dərəcə enliklərimiz fərqlidir. Biri şimaldır, biri cənub. Deməli toplayacağıq. 60 şimal enliyi, 60 cənub enliyinin üzərinə 30 şimal enliyin gələcək. Aralarındakı fərq eləyəcək 90 dərəcə enlik. Yox, burada deyir ki, hardan keçərik? Aralarındakı məsafəni istəmir üzrlü sayın. Şimal tropik xətti və cənub qütb dairəsi hansı enliklərdən keçər? Şimal tropik xətti 30 dərəcə şimal enliyindən keçər. Cənub qütb dairəsi də 60 dərəcə cənub enliyindən keçər. 30 şimal enliyi, 60 dərəcə cənub enliyi. Cavab D variantı. Növbəti. Deməli, səyyahlar Bakı şəhərindən 180 dərəcə azimutla hərəkət edərək 7881 kilometr məsafəni qət etdilər. Bakının koordinatlarını çəkək. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bu Bakı şəhərinin koordinatıdır. Bu da yazıram bura. Daha sonra deyir ki, Bakı şəhərindən 180 dərəcə. 180 dərəcə cənuba doğru azimutdur. Nə qədər hərəkət edirlər? 7881 kilometr. Bunu biz dərəcəyə çevirməliyik ki, bilək ki, neçə dərəcə enliyə gəlib çatıblar. Meridian qövsündə də 1 dərəcəlik qövsün uzunluğu 111 olduğuna görə 7881 kilometri 111 kilometrə bölərik. Görək bu neçə dərəcə hərəkət edib. 7881-i də 111-ə böləndə eləyəcək 71 dərəcə cənuba doğru hərəkət edib. 71 dərəcə aşağıya gəlməsi üçün buradan mərkəzdən bir dənə ekvator xəttini keçirək. Çünki ekvator xəttin düşəcək. 71 dərəcə aşağı gəlməsi üçün 40 dərəcə buradan gələcək ekvatora kimi. Ondan sonra da 31 dərəcə aşağıya doğru gəlməlidir ki, 71 dərəcə eləsin. Deməli, 31 dərəcə cənub enliyinə çatar. Hardan bildik?
Bakıdan 71 dərəcə aşağı gəlməlidir. 71 dərəcə aşağı gələndə 40 dərəcə gəlir sıfıra çatır. Ondan sonra da 31 dərəcədə aşağı keçməlidir ki, 71 dərəcəni tamamlasın bunların cəmi. Elə də 31 dərəcə cənub enliyinə çatdı. Onların çatacağı nöqtənin coğrafi koordinatları müəyyən edin. 31 dərəcə cənub enliyi, 31 dərəcə cənub enliyi, coğrafi uzunluqsa eyni meridian çevrəsi üzərində hərəkət elədiyinə görə 50 dərəcə şərq uzunluğunun üzərində dayanır. 50 dərəcə şərq uzunluğu. Baxaq, cavab eləyəcək Y variantı. Növbəti. Deməli, coğrafi koordinatları 73 dərəcə şimal enliyi və 73 dərəcə qərb uzunluğu olan məntəqə. Çəkirik. 73 dərəcə şimal enliyi və 73 dərəcə qərb uzunluğu olan məntəqədən, yəni buradan. Yerin mərkəzindən keçməklə xəyali ox keçirilərsə, bir dənə belə bir xəyali ox keçirir. İndi məndə orada nöqtəyə düşmədi, belə düşündüm, nöqtənin üstündədir. Xəyali ox keçirilirsə, onun digər ucu hansı coğrafi koordinatlara malik olar? Bayaqlar dedim ki, bu cür yerin xəyali mərkəzindən ox keçiriləndə dərəcə enli üzrə dərəcə olduğu kimi qalır. Bir dənə dərəcə olduğu kimi qalır. Enli isə əks yarımkürəyə keçir. Çünki şimaldan gəlib cənubdan çıxıb. 73 dərəcə cənub enliyindən çıxar. Coğrafi uzunluqda yerin mərkəzindən keçdiyinə görə onun arxa hissəsindən çıxacaq. 73 dərəcə qərb uzunluğunun, yəni əksi. 180-dan da çıxarıq 73-ü, eləyər 107 dərəcə şərq uzunluğundan çıxar. Koordinatlarımız 73 cənub enliyi, 107 şərq uzunluğu olacaq. Baxaq cavablarımıza. 73 cənub enliyi, 107 dərəcə şərq uzunluğu. Cavab B variantı. Bugünkü coğrafi koordinatlarla bağlı mövzumuzun izahı bu qədər.